Bu, müasir İran və Azərbaycan tədqiqatçısı Dr. Yunis Leysinin tarixi məqaləsidir və biz burada ona nəzər salacağıq. Gəlin birlikdə 1921-ci ildən 1946-cı ilə qədər, yəni İranda Azərbaycan türk dilinin taleyində həlledici rol oynamış bir dövrə səyahət edək. Bu, intensiv təzyiqlərlə başlayıb, qısa da olsa, möhtəşəm bir dirçəlişlə yadda qalan bir hekayədir. Təhlilimiz bizi addım-addım bu tarixi prosesin mərhələləri ilə tanış edəcək. Diqqətimizi cəmlədiyimiz bu 25 illik dövr, İranda Azərbaycan türk dilinin statusunu kökündən dəyişdirdi. Bu, bir dilin ictimai həyatdan sistemli şəkildə silinməyə çalışıldığı, amma sonra gözlənilmədən qısa bir müddətə də olsa rəsmi status qazanaraq yenidən çiçəkləndiyi bir hekayədir. Hər şey 1925-ci ildə Rıza Şahın hakimiyyətə gəlməsi ilə başladı. Bu tarix fars dilini tək rəsmi dil kimi qəbul etdirərək, vahid bir milli kimlik yaratmağı hədəfləyən yeni və sistematik bir dövlət siyasətinin başlanğıcı oldu. Dövlətin əsas məqsədi mərkəzləşdirməkdir. Yəni, bütün ölkəni vahid bir dil və mədəniyyət ətrafında birləşdirmək. Bu yanaşma təbii olaraq fars dilindən başqa bütün dillərin və mədəniyyətlərin şuurlu şəkildə arxa plana keçirilməsi və sıxışdırılması demək idi. Bu siyasət təkcə sözdə qalmadı, çox konkret addımlarla həyata keçirildi. Məsələn, o dövrün dil akademiyası olan Ferhengistan tərəfindən minlərlə tarixi türk və digər qeyri-fars coğrafi adlar rəsmi şəkildə fars adları ilə əvəz edildi. Bu təzyiqlərin nəticəsi ağır oldu. 1940-cı ilin statistikasına görə köç səbəbindən Azərbaycan əhalisi 23% azalmışdı. Bu siyasi addımlara bir də ideoloji zəmin hazırlamağa çalışırdılar. Məhz bu dövrdə Əhməd Kəsrəvi tərəfindən Azəri dili nəzəriyyəsi ortaya atıldı. Bu nəzəriyyəyə görə güya türk dili bu bölgənin doğma dili deyil, sonradan gəlmə və zorla qəbul etdirilmiş bir dildir. Zaman keçdikcə bu ideoloji mübarizənin dili daha da sərtləşirdi. Fikirlərin artıq türk dili sadəcə yad bir dil kimi yox, Zari Şahmərsidən gətirilən bu sitatda olduğu kimi təmizlənməsi vacib olan bir rüsvayçılıq ləkəsi kimi təqdim edilirdi. Bütün bu siyasətin real həyatdakı nəticələri çox ağır oldu. Məktəblərdə ana dilində danışmaq qadağan edildi. Təsəvvür edin, Təbriz kimi bir şəhərdə insanlar gündəlik qəzeti oxumaq və ya bir filmə baxmaq üçün tərcüməçiyə ehtiyac duyurdular. Bu vəziyyət həm də insanların öz yurtlarından kütləvi şəkildə köç etməsinə səbəb oldu. Lakin tarix gözlənilməz hadisələrlə doludur. 1941-ci ilin sentyabr ayı, yəni Hicri Şəmsi təqvimi ilə 1320-ci ilin Şəhrivar ayı bütün bu prosesin gedişatını dəyişdirən bir dönüş nöqtəsi oldu. Bu tarixdə müttəfiq qüvvələr İrana daxil oldu, Rıza Şah taxtdan uzaqlaşdırıldı və təxminən 20 il davam edən sərt mərkəzi hakimiyyət bir anda zəiflədi. Bu hakimiyyət boşluğu ölkədə yeni bir siyasi mühit yaratdı. İllərdir susturulan səslər, o cümlədən mədəni və dil hüquqları ilə bağlı tələblər yenidən gündəmə gəldi. Bunun ilk əlamətlərindən biri Azərbaycan kimi qəzetlərin yenidən həm fars, həm də türk dillərinin nəşrə başlaması oldu. Bu yeni şəraitdə formalaşan hərəkatlar 1945-ci ildə Azərbaycan Milli Hökumətinin qurulması ilə nəticələndi. Bu bir illik dövr Azərbaycan türk dilinin tarixində misli görünməmiş bir çiçəklənmə və dirçəliş dövrü kimi yadda qaldı. Dr. Yunis Lehanın araşdırmaları da məhz bu dövrün əhəmiyyətini xüsusilə vurğulayır. Bu yeni hökumətin atdığı ilk və ən fundamental addım Azərbaycan türk dilini rəsmi dövlət dili elan etməsi oldu. Bu qərar əvvəlki 20 ilin assimilyasiya siyasətini tamamilə rədd etmək mənasına gəlirdi. Və bu sadəcə kağız üzərində bir qərar deyildi. Dil cəmiyyət həyatının bütün sahələrinə sürətlə nüfuz etdi. Təhsildə ana dili adlı dərsliklər çap olundu. Bütün dövlət idarələrində rəsmi yazışmalar türk dilində aparıldı. Qəzetlər, jurnallar, Təbriz radiosu hamısı türk dilində fəaliyyət göstərirdi. Teatr və musiqi sahəsində isə əsl bir intibah yaşandı. Əslində bu tələblərin kökü daha əvvələ gedirdi. Hələ milli hökumət qurulmamışdan öncə, 1320-ci ildə Azərbaycan qəzetində dərc olunan bu cümlələr bütün hərəkatın əsas fəlsəfəsini ifadə edirdi. Dilə və mədəniyyətə sahib çıxmaq fundamental bir azadlıq və hüquqdur.
Xalqın bu dəyişikliyə reaksiyası isə çox müsbət idi. Məsələn, hökumətin lideri Seyid Cəfər Pişəvəri xalqa müraciət edərkən saf Azərbaycan türkçəsində danışırdı və onun bu çıxışları hər zaman böyük bir coşqu və rəğbətlə qarşılanırdı. Yaxşı, bu təzyiq və dirçəliş dövrlərindən sonra hansı nəticəni çıxara bilərik? Gəlin bu iki ziddiyyətli dövrü son bir dəfə yan-yana qoyub müqayisə edək. Fərq həqiqətən də çox kəskindir. Bir tərəfdə dilin qadağan edilməsi və yox edilməsi cəhdləri, digər tərəfdə isə ana dilində təhsil və dilin rəsmiləşməsi. Bir siyasət türk dilini yad dil adlandırarkən, digəri onu Azərbaycanın milli dili elan edirdi. Bu cəmi bir neçə il ərzində baş vermiş tam bir paradigma dəyişikliyi idi. Lakin təəssüf ki, bu çiçəklənmə dövrü çox qısa sürdü. Cəmi bir ildən sonra 1946-cı ilin dekabrında, yəni 1325-ci ilin Azər ayında Azərbaycan Milli Hökuməti süqut etdi. Və bununla da mərkəzi hökumətin məhdudlaşdırıcı dil siyasətləri yenidən geri qayıtdı. Və bu, bizi son və çox vacib bir suala gətirir. Cəmi bir il davam etməsinə baxmayaraq, bu rəsmi tanınma və mədəni yüksəliş dövrünün Azərbaycanın dil və mədəniyyət kimliyinə hansı qalıcı təsirləri oldu? Bu mürəkkəb sualın cavabını axtarmaqda Dr. Yunis Leysi kimi dəyərli tədqiqatçıların əməyi bizə yol göstərir. Biz bu və bənzər mövzuları gələcək təhlillərimizdə davam etdirəcəyik. Əgər bu izahı faydalı hesab etdinizsə, lütfən onu dostlarınızla paylaşın və Tarix və Şəxsiyyət kanalımıza abunə olmaqla bizə dəstək göstərin.